Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün monitorinq imtahanlarına hazırlaşan 4-cü sinif şagirdləri üçün növbəti suallarımızın izahı olacaq. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda monitorinq qruplarımızdan yararlanmaq istəyənlər 055 236 81 40 nömrəsinə yazaraq monitorinq qruplarımızdan yararlana bilərsiniz. İlk sual belədir ki, 4 ardıcıl natural ədədin cəmi 102-dir. Bu ədədlərdən ən böyüyünü tapın. Tam hissə modeli ilə də yaza bilərik və yaxud tənlik qurmaqla da yaza bilərik. Birinci ədədimiz olsun, naməlum ədəd olduğuna görə 1 kvadrat. İkincisi, natural ədədlər bir vahid çoxaldığına görə kvadrat plus 1, kvadrat plus 2, kvadrat plus 3. Və bunun cəmi nəyə bərabərdir? 102-yə bərabərdir. Kvadratlarımız 4 kvadrat olur. 4 kvadrat olur. Üzərinə 6 bərabərdir 102-yə. 4 kvadrat özü nəyə bərabərdir? 96-ya. Yəni 102-dən 6-sını çıxdıq. 1 kvadratımız bərabərdir 24-ə. İlk ədədimiz 24. Sonraki ədədimiz 24, 25, 26, 27. Bizdən ən böyük ədədi soruşur 27. Doğru cavabımız olacaq D variantı. Keçək növbəti suala. 7 milyon 210 min 4 ədədinin yazılışı hansıdır? Milyondan başlasaq, gəlin sıfırları sayaq. Milyonun sıfırlarını, minliyin sıfırlarını və təkliyin sıfırlarını. 7 milyon deyir. 7-ni bura yazacağım. Milyonun təkliklərinə aiddir. 210 min. 210 min və 4 ədədi. 4 də bura yazılacaq və boşluqlara nə olacaq? 0 olacaq. Doğru cavabımız olacaq A variantı. Keçək növbəti sualımıza. 548 ədədinin yüzlükləri ilə təkliklərin yerini dəyişsək, 5 rəqəminin mərtəbə qiyməti neçə olar? 548 ədədində deyir ki, yüzlükləri ilə təkliklərin yerini. Yüzlük 5 dənədir, təklik 8 dənədir. 8-i gətirsək bura, 5-i gətirsək bura, 4 də qalacaq yerində. Onluq dəyişmir ki. İndi baxsaq, 5 rəqəminin mərtəbə qiyməti neçə olar? 5 ara düşdü təkliklərə. Təkliyimiz 1-dir, 5-də 1-ə vuranda 5 eləyir. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımız 4 nömrəlidir. Deyir ki, 840 ədədindən bu ədədin 4də 3-ünü çıxsaq, hansı ədədi alarıq? 840-ın ilkin olaraq 4də 3-ünü tapıram. 840-ı 4-ə bölürəm. 210, 3-ə vursam 630. Və 840-dan 630-u çıxaram. Bu bizə verəcək 210. Fərqi istəyirdi. Doğru cavabımız A variantında qeyd olunub. 210. Növbəti bir sual. 5 nömrəlidir. Uzunluğu 9 metr, eni 5 metr olan düzbucaqlı formada zalın yalnız döşəməsi rənglənəcək. Hər 3 metr kvadrat sahəyə 6 kiloqram boya sərf olunarsa, neçə kiloqram boya lazımdır? Düzbucaqlı formada bura olsun 9, bura olsun 5. Və deyir ki, yalnız zalın döşəməsi rənglənəcək. Zalın döşəməsi, birinci sahəni taparıq. 9-u vurarıq 5-ə, 45. Hər 3 metr kvadrata 6 kiloqram boya gedirsə, 45-i bölərik 3-ə. Görək neçədən təkrarlanacaq? 15 dəfə. Və biz 15-i vuracağıq 6-ya. 15-i vurarıq 6-ya. Bizə 90 kiloqram boya lazımdır. Doğru cavabımız olacaq C variantı.
Növbəti bir sual. 6 nömrəli. 8-də 5 kilometr neçə metrdir? Bizim 1 kilometrimiz 1000 metrdir. 1000-i bölərik 8-ə, vurarıq 5-ə. 1000-i 8-ə bölsək 125. 125-i də 5-ə vursaq 625 metr. Doğru cavab A variantındadır. 7 nömrəli sual. 2 ədədin cəmi 531-ə bərabərdir. Bu ədədlərin birinin son rəqəmi 3-dür. Bu 3-ü silsək, digər ədəd alınır. Kiçik ədədi tapın. Deyək ki, ədədimiz necədir? A, B, 3. Və üzərinə A ilə B-ni gəlsək, nə verəcək bizə? 531 verəcək. İndi baxaq. 3-ün üzərinə B gəlmişik, 1 almışıq. Nəyin üzərinə 3 gəlsək 11 alınır? Demək, bura 8-dir. 3-ün üstünə 8 gəlsək 11 eləyir. 1 yadda, 1 keçəcək bura. B oldu 8. B 8-dirsə, o zaman A-nın yerində neçə olmalıdır ki, 8-in üzərinə hansı ədədi gəlməliyik? 2 alınmalıdır. Niyə 2 alınmalıdır? Çünki buradakı birimizi, bir onluğumuzu veririk bura. Bura 2 alınmalıdır. Bura 4 olar ki, 8-in üstünə 4 gələrik. 12, o da bir 13. 3 yazarıq. 1 yadda. 4 gələcək bura, üstünə də bir 5. Deməli, A-nın yerində oldu 4. B-nin yerində oldu 8. 3 də öz yerində. 483-ün üzərinə 48-i gəlsək, olacaq neçə? 531. 531. İndi bizdən nəyi tələb edirdi? Deyir ki, kiçik ədəd. Kiçik ədədimiz 48-dir. Doğru cavabımız olacaq C variantı. Növbəti bir sual. 8 nömrəli sualdır. Bölən 18, natamam qismət 12-dir. Bölünən ən az neçə ola bilər? Deyək ki, ədədimiz x-dir. Bölürük 18-ə. X 18-ə bölürük. 12 alınır. Qalıq isə ən az soruşduğuna görə natamam qismət sözü varsa, demək qalıqlı ədəddir. Natamam qismətimiz demək 12-dir, qalığımız 1-dir. İndi bölünənin ən az qiymətini tapmaq üçün 18-i vururuq 12-yə, üzərinə də 1 gəlirik. Bizə verir neçə? 18-i 12-yə vuranda 216, üzərinə də 1 gəlsə 217. Yəni bu şərti ödəyən ədədimiz ən az neçə olacaq? 217 olacaq. Demək, 9 nömrəli sual. İndi saat 9:00-dır. 7 saat 30 dəqiqə sonra saat neçə olacaq? Yazıram 9:00 üzərinə 7 saat 30 dəqiqə. Sıfırlar gəlir bura, 3 gəlir bura, 9 ilə də 7-ni toplasaq 16. Deməli saat 16:30 olacaq. Doğru cavabımız B variantında qeyd olunub. Növbəti bir sual. Çap evində kiçik printer bir səhifəni 6 saniyəyə, böyük printer 7 səhifəni 4 saniyə çap edir. Kiçik printer 8 səhifə çap etdiyi müddətdə böyük printer neçə səhifə çap edə bilər? Deməli, bir səhifəni kiçik printer yazıram. Kiçik printer bir səhifəni 6 saniyəyə demək çap edə bilir. Böyük printer isə, böyük printer 7 səhifəni 4 saniyəyə çap edir. Kiçik printer 8 səhifə çap edibsə, 8-i vurursan 6-ya. 48 saniyəsi gedib bunun. Görək, bu müddət ərzində böyük printer nə qədər iş görəcək? Əgər ki 4 saniyəyə 7 səhifə çap eləyə bilirsə,
48-i bölərik 4-ə. Görə 48-in içərisində neçə dənə 4-ümüz var? 12. Hə, 12-ni vuracağıq 7-yə. Çünki 4 saniyə 7 səhifədir. Bu da olacaq 84 səhifə. Doğru cavab olacaq D variantı. Növbəti bir sual. 11. Həcmi 520 litr olan hovuz tam olaraq boşdur. Hovuza qoşulan bir kran hovuzu dəqiqədə 25 litr su axıdır. Hovuzun altında olan deşik isə dəqiqədə 12 litr suyu kənara axıdır. Neçə dəqiqədən sonra hovuz tam dolar. Deyək ki, belə bir hovuzumuz var. Krantlardan biri buradan su doldurur, buradan da axır müəyyən hissəsi. Və 500 nə qədərdir? 520 litrdir. Amma biz qazanca baxmalıyıq. Əgər ki 25 litr dəqiqədə su doldurulursa, bundan 12-si itir, qalır neçə? 13 litr qazancı qalır. 1 dəqiqə ərzində 13 litr qazanc qalırsa, 520 litri də bölərik 13-ə. 40 dəqiqə ərzində dolacaq. Doğru cavabımız olacaq B variantı. Çalışırıq ki, kanalımızda monitorinq dəstək yazsaz 1, 2, 3 kifayət qədər 20-dən çox video izah var burada. Riyaziyyat üzrə sizə lazım olan bir çox sualların cavablarını tapa bilərsiniz. Bu da monitorinqlərə dəstək məqsədilə çəkilmişdir. Sağ olun, salamat qalın.